Sabah xeyir, gözəl insanlar. Bu mənim ən böyük kalanşovumdur. Qırmızı, bir də çəhrayı rəngi bir yerdə əkmişəm. Ən böyük kalanşovumdur. Hamısı düymədədir, deyil. Açmaq istəyir. İçinə xurma tumları da düşüb, bitib. Bu da ikinci kalanşovumdur. Çəhrayı ilə qırmızı bir yerdədir. Bunlar məndə böyüklük abdadır. 5 illikdir bunlar, kalanşovlar. Mənim güllərimin çoxsu 5 illikdir. Peyğəmbər qılıncı deyirdim, çürüyür. Qırdım onu, kəsdim. Suda kökləndirdim, əkdim. Köklər çıxmışdı xırda-xırda. Bu da begoniyadır. Bu qab belə dolmuşdu, üstü belə dolu idi. Evə qoyandan sonra hamısı töküldü, indi bir budağı qalıb. Bu belə olur, yazda təzələr çıxır kökündən, kökünü atmayacaq. Bir dənə bu qalıb. Çox idi, qab görsənmirdi. İndi bir dənə belə bu qalıb. Bu da ətir şahımdır. Ətir şah böyük padvalda var. Bunu yazda əkdim evə qoymaq üçün. Bunlar da pilpülə, begoniya. Bu tum gülüdür. Tumdan səpmişdim. Bu da düymədədir, açmaq istəyir. Bu da aloyun başqa növüdür. 2 növ aloe var məndə. Burada da var. Ağaç bu. Begoniya, yağlı begoniya deyirlər. Bu da çilli begoniya. Çilli begoniya. Bunu da bazardan almışdım. Bir budaq kəsdim. Bazardan alıb gətirdim, uzun idi. Böyle 2 dənə budaq kəsdim, yuxarı qalxanları. Kökü qaldı, kökü xarab oldu. O budaq kəsib əkdiyimin biri bitmədi, biri bitdi. Yaxşı ki, elə kəsib əkmişdim. Kökü xarab oldu, əmələ gəlmədi. Bunu da bazardan almışdım. Öldü, təzədən əmələ gəldi bu. Belə balaca bir budağı almışdım. Çox güllərimi mən bazardan alıram. Adını bilirdim, yadımdan çıxdı bunu. Bu da begoniyadır. Bu da tumurcuqdadır. Bunu bacım üçün əkmişdim gedəndə. Yadımdan çıxdı, aparmadı. Bacım Bakıda olur. Yəni, budaqlar apardı, dedi qabda aparmıram. Hər gələndə aparır. Güllər aparsın. Bol olsun, onda da olsun. Bu ağaçandır. Bunu da tez almışım. Ağaçan gülüm, qonşu verib mənə. Bələcə idi, lap bələcə. Qonşu gəlindən götürmüşəm. Balaları çıxır deyil. Ətər göstərim, hə, deyil belə. O bala boş deyildi, balaca. İndi böyüyüb. Ağaçır. Bundan 5 dənə rəng var məndə. Turuncu, sarı, ağ, qırmızı, çəhrayı. Bu, hə, cam gözəli, şüşə gülü. Bunu kökün çıxartdım, əkdim. Quru qurumuşdu, görək əmələ gələcək. Yudum sirkəli suyla.
payızda almışdım. Alan qadın dedi içəri qoy yenə. Mən həyətdə saxladım. Həyətdə töküldü yarpaqlar. Gül də açmışdı, qəşəng idi, böyük idi. Hələ kökü qurumayıb, görək əmələ gələcək. Ola gələydi. Gəlməz yenə alaram. Canım sağ olsun. Bu da tumdan əkmişdim. Bunlar quruyanda tum olur. Özüm qopartmıram quruları. Yazda səpəcəm tumları. Deyə tum olub bu da. Balaca. Burada da biri tumlamışdı. Ha. Bu da ramaşkadır. Bunun da kökü xarab oldu. Başı sındı. Qopan başı əkdim. Başı əmələ gəldi, köklər tərk oldu, xarab oldu. Mən çayniklərə də gül əkirəm. Sınıq çayniklərə oğlum altın direllə oyuqlar açır. Sınıq çayniklər yeri az tutur bunlar. Yer qırtlığıdır bizdə. Əkmişəm sınıq çayniklər, lüləyi yoxdur. Hamısın direllə oyub altın. Bu gül də var. Bu qırmızı qəşək gül, toxum gülüdür. Bundan çox idi. Bunun da deyil lüləyi sınıqdır. Belə. Bunlar yeri az tutur. Bu qədər güllərim, gözəllərim. Bu da ağaçın ceyran gözlü. Bunu da yazda qonşu gəlindən almışam. Mən də ona çox gül verirəm, o mənə verir. Yaxşı qonşularım var. Allah sağ olasın. Sağ olun, salamat qalın.